Xoş gördük hər birinizi. Bugün Dövlət İmtahan Mərkəzinin test toplusundan növbəti mövzumuzu izah edirəm. Azərbaycan xanlıqları. İlk sualımız Rəncbər adlanırdı. Rəncbər kimlərə deyirdi? Təsərrüfatı olmayan kəndlərə biz Rəncbər deyirik. 1B-dir. Carblakan cəmaətliyinin ali orqanı xalq yığıncağı. 18-ci əsrin 50-ci illərində Carblakan cəmaətliyinin asılı vəziyyətə düşdüyü xanlıq Şəki xanlığı, Gəncə xanlığını idarə edirdi. Qacar tayfasının nümayəndələri Ziyadoğlular dedi. Qubalı Fətəli xanın hakimiyyəti dövründə vahid halda birləşdirilmişdi. Azərbaycanın şimal-şərq torpaqları, şimal-şərqi, yəni bu da C-dir. 18-ci əsrin ikinci yarısında Azərbaycanda mövcud olan torpaq sahibliyi uc yoxdur, iqta yoxdur, mülk, vəqf var. 2-4 Y variantı. 18-ci əsrin ikinci yarısında Qazax Şəmşəddin hakimlərinin daşıdıqları titulu adlanır. Qazax Şəmşəddin bizim sultanlıqlardır. Sultan titulu daşıyırlar. A variantı. 18-ci əsrin ikinci yarısında Gülüstan və Çiləbörd hakimlərinin daşıdıqları titul. Bu da məlikliklərimizdir. Məlik. Sxemdə adı buraxılan Şimal xanlığı Naxçıvan, Gəncə, İrəvan, Lənkərandır. Marğa cənubdur. Təbriz, Qaradağ, Urmiya. Yenə Şimal xanlıqları Bakını, Dərbəndi, Şamaxını verib. Biz də Şəkini götürməliyik. Sərab, Təbriz, Urmiya, Xoy, Cənub xanlığıdır. Xanlıqlar dövründə Azərbaycanın iqtisadi inkişafını ləngidirdi. Nə ləngidirdi? Əlbəttə ki, feodal pərakəndəlik, vahid Azərbaycan dövlətində olmaması, siyasi pərakəndəlik. Y variantı. Bayat savaşında iştirak edən xanlıqlar, Bayatda iştirak edənlər. Bu Dərbənddir. Qubadır, Şəki, Qarabağ, Qaradağ. Bayatda da iştirak edənlər Şəki, Şamaxı, Qarabağa qarşı savaşıb 3-5-dir. B variantı. 12B-dir. 13. Ərazisi indiki Azərbaycan Respublikasına daxil olmayan xanlıqlar Dərbənd xanlığı, İrəvan xanlığı 1-5-C-dir. Bu neçə idi? 13, 14. Qubalı Fətəli xanın 1759-da asılı hal saldığı xanlıq Dərbənd xanlığıdır. Quba xanlığına birləşdirilməmiş xanlıqlar Dərbənd birləşib, Lənkəran birləşib, Şəki birləşib. Amma Gəncə ilə Qarabağ birləşməyib 3-4. Azərbaycanın birləşdirilməsi uğrunda mübarizə aparan xanlıqlar cənubdan Urmiya, şimaldan Qarabağdır, Şəkidir, Qubadır. Biz Qarabağı görürük 3-4. 16Y, 17. Maflar kimlərdir? Maflar xanlıqların dövründə asayiş qoruyucuları, eyni zamanda xan qoşununda iştirak edənlər. Müvafiq olaraq 1759-cu və 1767-ci illərdə Quba xanlığına birləşdirilmiş Şimali Azərbaycan xanlıqları müvafiq olaraq deyirsə, əziz dostlar, müvafiq olaraq deyirsə, 59-da hansı birləşib? Birinci Dərbənd, ardıcıl baxmalıyıq, yəni 67-də də Quba birləşib. Daha da üzr istəyirəm, Quba nə idi? Bakı birləşib. 5 və 4 belə yazmalıyıq. Çünki müvafiq deyir. Birinci 59 ayrılanı, ikinci 67-yə. Şəki xanın adı buraxılmışdı. Ağa kişi Hüseyin Səlim var. Hacı Çələbini görürük. Hacı Çələbi var, Hüseyin var, Səlim var. Ağa kişi. Quba xanlarının adlarını sıralamaq lazımdır. Şeyxəli. 18-ci əsrin 60-80-ci illərin Azərbaycan torpaqlarının Fətəli xan tərəfindən vahid dövlətin tərkibində birləşməsinə mane olurdu Rusiya dövləti. 1803-cü il and öhdəlik haqqında sazişə əsasən yalnız Şimal xanlıqları Rusiyanın tərkibinə daxil oldu. Yox, and öhdəlik carlılarla bağlanıb. Xəzər dənizi söhbəti yoxdur burada. Qazax borçalı məsələsi yoxdur. Carlılar Rusiya xəzinəsinə ipəklə xərac ödəyir. Bəli. Şirvan əhalisi deyil burada. Carlılarla bağlanır müqavilə. 23D. 24. 1819. 1819-a ləğv olan Şəkidir. 20-də ləğv olan Şamaxıdır. 1-5 C variantı. 25-i izah etməmişdən öncə xəritə üzərində xanlıqları yazım. 1-2 xəritədə yazım, yadınızda qalsın. Deməli, 4 Dərbənddir, 6 Qubadır, 3 Bakıdır, 2 Lənkəran xanlığıdır. 1 Qarabağ xanlığıdır, 5 Gəncədir, Şəkidir, İrəvandır, Naxçıvandır, Makudur,
Xoydu, Urmiyadı. Gəldi Cənub xanlıqlarına. Deməli, Urmiyadan sonra Marağadır, Təbrizdir, Sərabdır, Ərdəbildir, Zəncandır, Gilandır, Qaradağdır, Şamaxıdır, Cavaddır və Salyandır. 22-də ləğv olan, 26-da ləğv olan. 22-də Qarabağdır, 26 Lənkəran. 1, 2, cavab A. Hüseynəli xanın dövründə Qubaya birləşən ərazi Salyandır. Ərəş Sultanlığı 95-də ləğv olub Şəkiyə birləşib. 27 C-dir. Gülüstan Məlikliyin tabi olduğu xanlıq Məlikliklər Qarabağa tabidir. 28 D variantı. 29 Xatın-Arxa yaxınlığında Məhəmməd Həsən xan Qacarın hücumuna məruz qalan xanlıq Qarabağdır. 1801 manifestinə əsasən Rusiyanın işğal etdiyi Azərbaycan torpaqları Qazax, Şəmşəddil, Borçalı, Loru, Pəmbək 2, 3, 4 A. Gəncə xanlığını asılı hala salmışdı. Bayat savaşında Şəki xanını məğlub etmişdi. Bu Qarabağ xanlığıdır. A variantı 31-də. Verilənlərin hər ikisinin aid olduğu xanlıq Şahsevən tayfasının bir hissəsini ərazisinə köçürmüşdü. 59-da Dərbəndi birləşdirmişdi. Qubadır. Yine də xəritə üzərində yazıram əraziləri. Dərbənd xanlığı, Quba xanlığı, Bakı, Şamaxı, Salyan, Cavad, Lənkəran, Qarabağ, Qaradağ, Gəncə, Şəki, İrəvan, Bolacaq, Naxçıvan, Maku, Xoy, Urmiya, Marağa, Təbriz xanlığı, Sərab xanlığı, Ərdəbil, Gilan və Zəncan. Gilan və Zəncan. Nə deyir? Azərbaycan torpaqlarını birləşdirməyə çalışan Cənub Azərbaycan xanlığı Cənubdan birləşdirmə siyasəti yerdən Urmiyadır. 33 C-dir. 34 Azərbaycan torpaqlarını birləşdirməyə çalışan Şimali Azərbaycan xanlığı, bu da Qarabağ, Şəki, Qubadır. Bizə verib buradan Qubanı. Buna görə 34 B variantı. 35 67-də Qubaya birləşir Bakı. 35 Y. 36 59-da Dərbəndi birləşdirən Qubadır. C variantı. Xaçın Məlikliyi tabidir Qarabağa. 37 Y. Vərəndə tabidir Qarabağa. Məlikliklər Qarabağa tabidir. Olacaq 38 A. Cavduşan döyüşündə məğlub olan xanlıq Quba xanlığıdır. 39 C. 40 Qubalı Fətəli xanın vergi islahatına əsasən. Qubalı Fətəli xanın vergi islahatına əsasən vergilərin toplanması mahal naibləri, yəni vergilər toplamır. Mahal naiblərin vergi toplanması hüququ əllərindən alınır. Verilir kimlərə? Kənd xudalara. Vergilərin mahal naibləri tərəfindən toplanması ləğv oldu. C variantıdır. Ağa Məhəmməd xan Qacarın 95-ci ildə Şuşaya hücumunun nəticəsi birinci yürüş uğursuzdur, amma ikinci yürüşdə ələ keçirir. Əl çəkir, bəli, əl çəkir. Şuşanı mühasirədən. Uğursuz olacaq. 59 Fətəli xan Əfşarın Qarabağa hücumu bu uğurludur. Çünki Qarabağ xanlığı Urmiyadan asılı haldaydı. Qarabağ xanı asılığı qəbul edir, düzdür. Hacı Çələbi xanın Qarabağ və Təbriz xanlıqları üzərinə yürüşü, amma Hacı Çələbinin Qarabağa, Təbrizə yürüşü uğursuzdur, uğur qazana bilmir o. Lənkəran xanlığı Mir Mustafa xan tərəfindən yaradılmır, Cəmaləddin Mirzə. Əsasın səbəblər nəslindən olan, bəli, Cəmaləddin Mirzə tərəfindən qoyulub, Qara xan tərəfindən. Azərbaycanın bütün şimal xanlıqlarının 19-cu əsrin birinci yarısı tarixi üçün oxşar cəhət Rusiya ilə müqabilə hər birinə aid deyil. Məhəmməd Həsən xan Qacarın yürüşünə məruz qalmaları, bu da hər birinə aid deyil. Süquta uğramaları, bəli, süquta uğrayıblar, ləğv olunublar, düzdür. İkinci İrakli və İbrahim Xəlil xanın Gəncəyə hücumunun nəticəsi oradakı hakimiyyətli yarandır. 1780-dən 1783-ə hakimiyyətli yaranır. 18-ci əsrin 50-ci illərdə Cərbəlkən cəmaatlığı üçün səciyyəvidir, Şəkidən asılı hala düşür, bunu dedik. 47 A. Quba və Urmiya xanlıqlarının tarixinə aid oxşar cəhət Quba və Urmiya. Qızılqaya xəyanətində iştirak etmələri heç biri.
Qarabağ xanlığına yürüş ediblər. Quba da yürüş edib, Urmiya da yürüş edib. Qubanın yürüşü uğursuzdur, Urmiyanki uğurludur. B variantı. Sxemdə hansı Quba xanın adı buraxılıb? Həsənəli, Fətəli, Şeyxəli verilib bizə Əhməd xan. D variantı. Verilənlərin hər ikisi aiddir. Vergilərdən azad idi. Azad idisə deməli muaflardır. Hərbi xidmət göstərilirdisə bu da muaflara aiddir. Çünki elatlar vergi verirdi. Verilənlərin hər ikisi aiddir. Şəhərlərdə təsərrüfatı idarə edir. Vergilərin yığılmasına baxır. Mükəlləfiyyətlərin yerinə yetirilməsini təmin edən də naibdir. 51Y. Döyüşlərin ardıcıllığı Cavduşan 1774-dür, Poltava 1709, Ankara 1402, Xatın arxı 1757. Deməli, burada pozulub. Xatın arxı gələ bilməz. Birinci Ankara gəlməlidir, Poltava gəlməlidir. D variantı 52-də. 53. Qazax, Borçalı, Şəmşədli torpaqları Rusiya tərəfindən nə zaman işğal edildi? 1801-ci ildə verilən manifestə əsasən Şərqi Gürcüstan Rusiyanın tərkibinə daxil oldu və bunun nəticəsində 53D. 19-cu əsrdə Azərbaycanın Rusiya tərəfindən işğalının başlanğıcı oldu. Yəni də başlanğıc Qazax, Borçalı, Şəmşədli torpaqlarının Rusiyanın tərkibinə qatılmasıdır. Qazax, Şəmşədli, Borçalı, Loru, Pəmbək 1801 sentyabr manifesti. 19-cu əsrin ilk 10 illiyində Rusiya və Qarabağ xanlığı arasında imzalanan müqaviləyə əsasən xanlığın bütün əhalisi Rusiya təbəliyinə qəbul edilirdi. Xan varisləri Çar tərəfindən təsdiq edilməli idi. Rus qoşunları xanlıq ərazisinə yerləşdirilməli və əhalisi Çara vergi verməli idi. Xanlıq ancaq daxili siyasətdə müstəqil idi. Bəli, xarici siyasət hüququndan məhrum olmuşdu. Müqaviləyə əsasən xanlığın idarəsi komendantlara həvalə olunmur. Bu ləğv olandan sonradır. İdarə üsulu ləğv olunmur. Xan ailəsi Çarın himayəsinə sığınır. Xan xarici siyasət hüququndan məhrum olur. Daxili qalır amma 3-4A. Hər ikisi aiddir. Nadir Şahın dövründə daxili müstəqilliyə malik idi. 47-ci ildə Səfəvi nəslinin nümayəndələri tərəfindən müstəqil dövlətə çevrilmişdi. Lənkərandır bu, Lənkəran xanlığı. Verilənlərin hər ikisinin aid olduğu xanlıq əsası Bayat tayfasının başçısı Əhməd xan tərəfindən qoyulub. 18-ci əsrin sonunda müstəqilliyini itirib. Bu da Makudur. Maku xanlığıdır. Maku xanlığına amma rəqəm qoymayıb. Rəqəm qoyub Xoya. Rəqəm qoyub Urmiyaya, Marağa, Təbrizə, Qarabağa. Yəni Makuda rəqəm yoxdur. Maku buradır. Yəqin ki, Xoyu Maku kimi verib. Bəlkə də qarışdırıblar, deyə bilmərəm. Cavab yoxdur, yəni burada Maku xanlığıdır. Rəqəm yoxdur ona uyğun. 1743-cü ildə Şəkidə Hacı Çələbinin başçılığı ilə baş vermiş üsyanın nəticədə Hacı Çələbi qalib gəlib xanlığı yaradır da, Şəki xanlığını. Daha əvvəl Xatın arxı 1757, Qubalı Fətəli xan Azərbaycanın cənub torpaqlarına yürüşü 1780-81-də, Qızılqaya xəyanəti 52, Rusiya Osmanlı arasında İstanbul 1724, Cavduşan 1774 ilə əvvəl olan budur. Xatın arxı döyüşü ilə Bayat savaşının oxşar cəhəti hər ikisində Pənahəli qalib gəlib. Birində Məhəmməd Həsən xan Qacara, birində Hacı Çələbiyə, Şamaxıya. Yəni Hacı Çələbi ilə Şamaxı birləşmişdi axı. Şəki Şamaxının birləşmiş qüvvələri Hacı Çələbi üzərinə gəlmişdi Bayat savaşında. Nəysə, uzun sözün qısası Pənahəli xanın hakimiyyət dövrünə baş verib və Pənahəli qalib gəlib. Rusiya və Osmanlı dövləti arasında Kiçik Qaynarca sülhü imzalanan il Azərbaycanda nə baş verib? Cavduşan döyüşü baş verib. 18-in sonu, 19-un əvvəllərində Azərbaycanda vahid xarici siyasət xəttin həyata keçməsinə mane olurdu. Yəni, vahid xarici siyasi xəttin həyata keçirilməsinə mane olurdu. Əlbəttə ki, Azərbaycanda siyasi dağınıqlıq dövrünün, pərakəndəliyin olması, vahid dövlətin olmaması, bəli, xanlıqlar dövrüdür. Çünki 1-ci Napoleonun özünü Fransanın imperatoru elan etdiyi ildə Azərbaycanda 1804-də, Təhmasib 16-cı əsr, Kürəkçay 1805, Pənahəli xan Şuşa qalasını tikdirdi. Şuşa qalasının tikilməsi 52-də başlayır, 50-ci illərdir. Gəncə xanlığı Rusiya tərəfindən işğal olundu, bəli. İşğal olundu və ləğv olundu. Bakı xanlığı ləğv oldu, 1806-dır bu. Azərbaycan 11-ci əsrin 1-ci yarısı, 18-ci əsrin 2-ci yarısı. Yenə vəziyyət eynidir. Azərbaycanda siyasi pərakəndəliyi var, dağınıqlıq dövrüdür. 64 olacaq B variantı. 65 Qubalı Fətəli, Urmiyalı Fətəlinin oxşar cəhəti. Qarabağa 80-ci ildə gedən Qubalıdır. Türk soylu Əfşar tayfasına mənsub olan Urmiyalıdır.
Osmanlı dövləti ilə müharibə edən heç biridir. Rusiya diplomatik münasibətlər saxlayan, Rusiya ilə əlaqəsi olan Fətəlidir, Qubalıdır yəni. Bütün Azərbaycan torpaqlarını birləşdirmək uğrunda mübarizə aparıblar amma ikisi də. Birləşdirmə siyasəti yeridiblər, düzdür. Bir də onu qeyd edim ki, əsası Əfşar tayfaları tərəfindən qoyulan xanlıqlar var ki, hansı ki İrəvandır, Zəncandır, Urmiyadır, Təbrizdir. Bunları yadda saxlayın. Azərbaycan torpaqlarının şimalında Qubalı Fətəli xanın, cənubunda Ağa Məhəmməd xan Qacarın fəaliyyətində oxşarlıq yenə birləşdirmə siyasətidir və digər oxşarlıq da Səfəvilər dövlətinin ərazisini bərpa etməkdir. Bu iki məsələdən biri yazılacaq testdə. Görüm hansı verilib? Birləşdirmə siyasəti verilib, bəli. 66 olacaq C. Hacı Çələbi ilə Ağa Məhəmməd xan Qacarın oxşarlığı, bu da birləşdirmə siyasətidir. Yəni ikisinin tək oxşarlığı birləşdirmə siyasətindən yeridilməsidir. Quba xanlığının birləşdirmə siyasətində ilk addım oldu. Bir dəqiqə, Qacarla Hacı Çələbinin bir oxşarlığına baxım. Osmanlı dövləti hərbi siyasi ittifaqın yaranması, Osmanlı dövləti diplomatik münasibət quran Hacı Çələbidir, ilk diplomatik münasibəti quran, Gürcüstanla mehriban qonşuluq siyasəti, Rusiya ilə uğurlu diplomatik əlaqələrin saxlanması, yox, yaşlatması, vergilərin azaltması, yox. Elə D variantıdır. Quba xanlığının birləşdirmə siyasətində ilk addım Salyandır. Hüseynəli birləşdirir Salyanı. Yəni Hüseynəlinin də birləşdirmə siyasəti var. Yadda saxlayın. Qubalı Fətəli ilə Hüseynəlinin oxşar cəhətidir. 68 olacaq A. 69. Qarabağ xanlığı Lənkərandan fərqli olaraq Çar Rusiyası tərəfindən ikisi də ləğv olunur. Ağa Məhəmməd xan Qacarın yürüşünə ikisi də məruz qalıb. Kürəkçay müqaviləsini bəli Qarabağ imzalayıb. 18-ci əsrin birinci yarısında ikisi də yaranıb. İnzibati cəhətdən xanlıqlarımız mahallara bölünür, yəni. İkisinin də ortaq cəhətidir. Şəki xanlığı Gəncədən fərqli olaraq Rusiya tərəfindən ləğv olunması ikisinə də aiddir. Birinci Rusiya-Qacar müharibəsi ərəfəsində ləğv edilmişdi. Yox, Şəki 1819-da ləğv olub. Müəyyən müddət Qarabağ xanlığını asılı hala salmışdı Şəki. Qarabağ asılı hala salıb, yox. İnzibati cəhətdən mahallara bölünür, bəli. İkisi də bölünür amma. Yəni tək ona aid deyil. 18-ci əsrin 40-cı illərinin birinci yarısında yaranıb. 40-cı illərinin birinci yarısı, 18-ci əsrin birinci yarısı demir, diqqətli olun. 18-ci əsrin 40-cı illərinin birinci yarısı. Bu da edir 1741-dən 1744-ə. Birinci yarısı budur. Şəki də yaranıb 43-də. Amma Gəncə yaranıb 47-də. 47 ikinci yarısıdır. İrəvan və Naxçıvan xanlıqlarının oxşar cəhəti. Ağa Məhəmməd Qacarın hücumuna məruz qalması elə bu da oxşar cəhət. 71A. 18-ci əsrin sonlarına aid deyil. Qacarın gəlişi aiddir 90-cı illərdir, Zubov da 90-cı illərdir. Rusların gedişi ilə Zubov gəlir, sonradan tərk etmək məcburiyyətinə qalırlar, çünki hakimiyyət dəyişikliyi baş verir. 18-in sonlarında, Yekaterinanın ölümündən sonra Bayat savaşı ortalarıdır, 18-in ortaları. İrəvan xanlığının Qacarlardan asılığı qəbul etməsi, bu da yəni 90-cı illərdir. 72D. 73. 18-ci əsrin sonlarına aid deyil. Qacarın gəlişi sonlarıdır. Zubovda həmçinin Rusların getməsi də, Lənkəran xanlığının asılı hala düşməsi, bu da Qızılqaya xəyanətin ortalarıdır da 1752-dir. Azərbaycanın 18-ci əsrin 90-cı illərinin ikinci yarısı. Bu birinci yarısı, ikinci yarısı məsələsində diqqətli olun. 1791-dən 1794-də birinci yarısıdır. 1795-dən 1799 ikinci yarısıdır. Ölkəmizin cənub bölgələrinə Osmanlıların gəlməsi yox. Qulyakov 18-ci əsr deyil, 19-dur. Məhəmməd Həsən xan Qacarın ölkəmizin şimal bölgəsinə yürüşü 90-cı illərdə deyil, bu 50-ci illərdədir. Bir sıra xanların Rusiya ilə Georgiyevs müqaviləsi bağlaması 19-cu əsrdir. Ölkəmizin şimal torpaqlarından Rusiya qoşunlarının çıxarılması, bəli. Zubov qoşunlarını çıxarır 96-da, elə 7. 74, 7 ikinci yarısına düşən. 18-in sonları Rus qoşunlarının Azərbaycanın şimal torpaqlarını tərk etməsinin səbəbi nə idi? Rusiyada hakimiyyət dəyişikliyinin olması. D variantı. 75 D-dir. 76. 96-nın sonu 97-nin əvvəlində Rus qoşunlarının Azərbaycanın şimal torpaqlarından çıxarılmasının səbəbi. Yəni niyə getdilər 96-nın sonu 97-nin əvvəllərində? Yekaterinanın ölümü buna səbəb oldu. 76 B hakimiyyət dəyişikliyi. Bayat savaşının nəticəsi. Bayat savaşı baş verib 1748-ci ildə. Şəki, Şamaxı, Qarabağa qarşı. Və burada Qarabağ qalib gəlir, Pənahəli qalib gəlir, yəni
Pənahəli xan Hacı Çələbini və onun müttəfiqini məğlub etdi. Cavduşan döyüşünün səbəbi. Cavduşan döyüşünün səbəbi o idi ki, deməli, Zubov yox, Zubov söhbəti deyil. Hacı Çələbinin Qarabağ xanlığı üzrə tabe etmək istəyi yox. Qubalı Fətəli xanın birləşdirmə siyasəti, bəli. Qubalı Fətəli xanın Şirvanı tutması deyil, Bakı xanlığının Quba xanlığından ayrılmaq cəhdinin qarşısını alınması yox. Pənahəli xanın fəaliyyətinə aid deyil, Pənahabad qullara aiddir, müdafiə əhəmiyyətli qalalara aiddir, Ballıqaya, Məliklərin tabi olması, Quba xanlığının ləğvə aid deyil axı. Quba xanlığını ləğv edib ruslar. Qubalı Fətəli xanın əmri ilə kəndlərin vəziyyətini yaxşılaşdırmaq üçün neynədi? Bəzi mükəlləfiyyətləri yalnız xan yasavullarının tələbi ilə yerinə yetirilməsi qaydasını qoydu. Elə budur, A variantıdır. Kəndlərin mükəlləfiyyətləri yerinə yetirməsi dayandı, yox. Mükəlləfiyyətləri yalnız mahal naibləri yox. Mükəlləfiyyətlər yarı-bayarı azaldı. Mükəlləfiyyətlərin yerinə yetirilməsi nəzarət kənxudalara həvə olundu, yox. Xan yasavulların. 81. Qubalı Fətəli xanın vergi islahatı nəzərdə tuturdu. Nəyi nəzərdə tuturdu? Vergiləri az öncə qeyd etdiyim kimi, vergiləri mahalları idarə edən naiblər toplamayacaq, kənxudalar toplayıb birbaşa xan xəzinəsinə təhvil verməlidir. Elə D variantıdır. Sərhəd söhbəti deyil. Verginin tamamilə azad olma məsələsi yoxdur. Özbaşınalığa son qoymaq üçün mükəlləfiyyətlər tamamilə ləğv edilə bilməz. Sənətkarlar və tacirlər üzrə qoyulan vergilərin azalmasını deməmişik. Doğru cavab 81-də D-dir. 82. İrəvan xanlığı üçün səciyyəvidir. Məlikliklərin separatçı yürüşlərinə məruz qalmır. Üç kilsə katolikoslarının xan tərəfindən təyin olunması, bəli, bu İrəvan xanlığına aiddir. Kartli-Kaxeti çarları ilə daima dostluğu olmayıb. Hüseynəli xanın Kərim xan Zəndlə uzun sürə mübarizə aparılması yox. Cavduşan döyüşünün iştirakı da yoxdur. Quba hakimi Hüseynəli xanın hakimiyyət dövrünə aiddir. Salyanın birləşdirmə siyasəti. Uyğunluq gözlənilib. Qızılqaya xəyanəti baş vermişdi 18-ci əsrin 2-ci rübündə. 18-in 2-ci rübü də, deməli, 1726-dan 1750-yə qədər olan hadisələrdir. 2-ci rübə düşmür, 3-cü rübə düşür. Bakı xanlığı yaranmışdı 18-ci əsrin 2-ci yarısında. 18-ci əsrin 1-ci yarısında, 47-də yaranıb da. İrəvan xanlığı yaranmışdı 18-də yaranıb. Azərbaycan xanlarını Şirazda girov saxlanmışdı Məhəmməd Həsən yox, Kərim xan Zənd. Bakı xanlığı asılı hala düşmüşdü Quba xanlığından 1767-də. 84 olacaq, deməli, Y variantı. 18-ci əsrin ortalarında yaranmışdı. Əsasını Mir Mehdi xan Əfşar qoyub, Naxçıvan xanlığı ilə sərhəddə yerləşir. İrəvan xanlığı. Verilənlərin hamısına aid olduğu xanlıq. Xanlığın əhalisi Cavanşir, 24, Kəbirli, Ziyadoğlu, keçmiş Qarabağ bəyliyin ərazisində yerləşir. Ağa Məhəmməd Qacarın yürüşünə məruz qalıb Qarabağ xanlığı. Qarabağ xanlığıdır. 18-ci əsrin ortalarına aid olan hadisələr İrəvan xanlığının yaranması, Naxçıvanın yaranması, Gəncədə iki hakimiyyətliyin yaranması bu 80-ci illərdir. 1780-də yaranıb. Şamaxı xanlığı ləğvi 1820-də artıq. 1-2 D variantı. 18-ci əsrin 40-cı illərinə aiddir. Bayat qalasının inşası 1748 götürə bilərəm. Bakı xanlığının Quba xanlığına birləşməsi 67-dir bu. Şuşa qalasının inşası 50-ci illərdir bu da. Qarabağ xanlığının əsasının qoyulması 47, bəli, 1-4 B variantı. Quba hakimi Fətəli xanın fəaliyyətinin nəticəsidir. Şimal-Şərq Azərbaycan torpaqlarının Vahid xanlıqda birləşməsi, bəli, elə budur nəticə. 89 A-dır. 18-ci əsrin 2-ci yarısında Qarabağ məliklərin pozculuq fəaliyyətinə aiddir. Qarabağ xanı ilə bağladıqları hərbi ittifaqdan imtina etmələri, yox. Osmanlı dövləti gizli danışıqlar aparmırdılar. Qızılqaya xəyanətini təşkil edən deyil. Qızılqaya xəyanətini təşkil edib Gürcülər. Mərkəzləşdirmə prosesinə mane olurdular, amma bəli, xaricdən Qarabağ xanlığına qarşı hücumların təşkilində iştirak edirdilər. 4-5-Y. 18-ci əsrin 30-cu və 90-cı illər Azərbaycan tarixinə aid oxşar cəhət Rus qoşunlarının Azərbaycan ərazilərindən çıxması elə budur. 1735-də Gəncə müqaviləsi ilə 1796-da Zubov gəldi, orada çox qalmadılar, Azərbaycanı tərk etdilər. 91 olacaq A variantı buna görə. 92. Qərbi Avropa 911, Azərbaycan 18-ci əsr dağınıqlıq dövrüdür, yəni də feodal özbaşınalıqıdır. Özbaşınalıq da dağınıqlıq dövrüdür, pərakəndəlikdir. Fransa 911, Azərbaycan 18, yenə də Avropada dağınıqlıqdır, Azərbaycanda da həmçinin. 93B. Quba hakimi Fətəli xanın hakimiyyət dövrünə aiddir. Fətəli hakimiyyətdə olub 1758-1789. Kürəkçay müqaviləsini imzalamayıb, Salyan nahiyəsini birləşdirən Hüseynəlidir. Şəki, Bakı, Şamaxı xanlıqlarının
tabelikdən çıxması, yox, hakimiyyət dövründə çıxmayıblar tabelikdən. Vergi islahatı keçirib. Georgievs müqaviləsində iştirak etmir, yox. Doğru cavab 94-də D variantıdır. Yenə də Qubalı Fətəli yerli hakimlərin özbaşınalığına son qoymaq üçün tədbirlərin görülməsi, bəli, tədbirlər görüb, çünki islahatlar keçirib. Quba xanlığının sərhədlərini möhkəmləndirmək üçün nə edəcək? Qubalı Fətəli şahsevən tayfalarını köçürəcək. D variantı, asan suallardır bunlar. 97. Qubalı Fətəli xanın fəaliyyətinə aid deyil. Bu dəfə aid olmayanı istəyir bizdən. Cavduşan var, şimal-şərqi birləşdirib, sərhədləri möhkəmləndirib, Salyanı birləşdirən Hüseyn Əlidir. Özünə dayaq yaradıb. Bu da düzdür. Quba hakimi Fətəli xan Azərbaycanın cənub torpaqlarına yürüşünü dayandırmasının səbəbi rusların narazılığı. Hacı Çələbi xan Quba Fətəli xanı məğlub edibmi? Hacı Çələbi yox. Təbrizə yürüş edib amma. Təbrizə yürüş edib məğlub olub. Kərim xan Zəndin Azərbaycanın cənub torpaqlarının basqınlarının qarşısını aldı. Bayat savaşına qalib gəlməyib. Nadir Şahın hakimiyyətdən salıb yox. Doğru cavab 99B 100. Azərbaycan 18-ci əsrin 50-80-ci illər tarixinə aiddir. Qarabağ xanlığının Rusiya ilə müqavilə bağlanması yox. Cənubda ilk xanlıqların yaranması 40-cı illərdir. Nadir imperiyasının dağılması 40-cı illərdir. 47-də yəni. Şimalda ilk xanlıqların yaranması ilə bu da Nadirin ölümündən sonradır. Şimal-şərq torpaqlarının Qubaya birləşməsi bəli 50-80-də var, düzdür. 107. 101. Məntiqi ardıcıllıq, Kürəkçay müqaviləsi imzalanır. İbrahim Xəlil xanın Qarabağda qətlə yetirilməsi nəticədə 1806-da Şəki xanı Səlim xanın əhalini üsyana qaldırması. Bəli, bəli. İbrahim Xəlilin ölümündən sonra Səlim qalxdı üsyana. 101 olur A variantı. 102. Quba və Şəki xanlığının ümumi cəhəti. 1-ci Rus-Qacar müharibəsi dövründə xanlıq idarəsinin ləğv olunması. Quba ləğv olub, amma Şəki yox. Rusiya ilə Kürəkçay müqaviləsi, Şəki var, Quba yox. 19-cu əsrin ikinci yarısında yaranması yox, 18-də yaranıblar. 1805-ci ildə Ruslar tərəfindən işğal olunmaları yox. Rusiya tərəfindən ərazisində yerli bəylərdən ibarət idarəçi orqanının yaranması, idarəçilik orqanı yaranıb, bəli. 102 olacaq Y variantı. 103. Şəki xanlığının hökmdarlarının hansının fəaliyyətinə aid xüsusiyyət verilməyib? Osmanlı dövləti ilə ilk diplomatik əlaqəni quran Çələbidir. Sosial təbəqələrin hüquq və vəzifələrini nizama salmaq üçün qanunnamə verən Məhəmməd Həsəndir. Şəkidə möhtəşəm xan sarayını inşa etdirən Hüseyndir. Rusiya ilə müqavilə bağlayan Səlimdir. Ağa kişiyə aid məlumat yoxdur. Pənahəli İbrahim Xəlil, amma bizdən C variantını, yəni ortağı istəyir. Quba xanlığının yürüşünü dəf etmələri İbrahim Xəlildir. Xristiyan Alban məlikliklərinin mərkəzi hakimiyyətə tabe edilməsi ikisində də var. Şəki xanı Hacı Çəlebini məğlub edən Pənahəlidir. Qacarla mübarizənin aparılması 3 ikisində də var, niyə götürmədim? Gəncə və Naxçıvan xanlıqlarının asılı vəzifə salınması, Ağa Məhəmməd xan Qacarla mübarizənin aparılması yox. Bu da cəhət deyil. 2-3 olacaq Y variantı. 104 Y variantı. 105 Hüseynəli Fətəli. Birləşdirmə ikisində də var. Qarabağ xanlığının asılı vəzifə salınması heç birinə aid deyil. Salyan ərazisinin xanlığa birləşməsi Hüseynəli, Şahsevəni köçürən Fətəli, Ərdəbil meşkini əl keçirən Fətəli. Deməli 1C, 2D, Y, 3A, 105 olacaq C. Xəritədəki hansı xanlığa aid xüsusiyyət verilməyib? Əsası Cavanşirlər tayfası tərəfindən qoyulan Qarabağdır. Qarabağa aid məlumat var. Quba xanlığı ilə müqavilə bağlı 1769-da Şəki, 65-69-da Kartli Qaxet Çarlığının hücumuna məruz qalıb İrəvan, 1808-də bir müddət Rus qoşunları ələ keçirmişdi Naxçıvanı, amma Təbrizə aid burada məlumat yoxdur. 106 olacaq B variantı. 107 hansı xanlığa aid məlumat verilməyib? Azərbaycan şimal torpaqlarında yaranmış ilk müstəqil xanlıq Şəki, Kəngərli Naxçıvan, müəyyən müddət iki hakimiyyətlik olub Şamaxıda və Gəncədə, Cəmaləddin Mirzə Lənkəran. Qarabağa aid məlumat yoxdur burada. 107 olsun D variantı. Rəyyət və atların əsas fərqi, rəyyət orada xidmət edirdi, yox. Rəyyət varlı torpaq sahibi idi. Rəyyət şahın feodalların qoşununda xidmət edirdi, yox. Rəyyət təsərrüfatı olmayan, elat isə əsas vergi ödəyən kəndli idi. Təsərrüfatı olmayan ümumi rəyyətlərə aid deyil, rəncbərlərə aiddir.
Divan, mülk və torpaqlarında yaşayan rəiyyətlərdən fərqli olaraq elatlar köçəri kəndləri idi. Onlar xan qoşununda xidmət edirdi. Bəli, bunu götürə bilərik. 108-yə. 109. Rəncbərlərlə elatların arasında fərq. Rəncbər təsərrüfatı olmayandır. Baxım, harda var bu? Elatlar köçəri həyat sürür. Bəli. 109 D variantı. 110. Qubalı Fətəli xanın Azərbaycanın cənub torpaqlarına yürüşünün Rusiyanı narahat etməsinin səbəbi nə idi? Bu yürüşün Rusiyanın Xəzər dənizindən birbaşa çıxış əldə etmək imkanını məhrum edirdi, etmirdi. Bu yürüş Rusiyanın Cənubi Azərbaycanı işğal etmək planını pozmurdu. Bu yürüş Rusiyanın İranı özünə tabe etmək planına mane idi, yox. Bu yürüş Rusiyanın Fətəli xanla Azərbaycan torpaqlarını bölüşdürmək haqqında bağladığı müqavilə yoxdur axı. Güclü Azərbaycan dövlətinin yaranması onun gələcəkdə Cənubi Qafqazda işğalçılıq siyasətinə mane ola bilərdi. Bəli, budur məsələ. Uyğunluq pozulub. Şamaxı xanlığının ərazisi Quba və Şəki xanlığı arasında bölünüb. Bölünübmü? Bəli. Nadir Şah Bəlx torpaqlarının bir hissəsini dövlətin xeyrinə müsadirə edib. İbrahim Xəlil xan Xaçın Məliyini Ballıqaya döyüşünü məğlub edib. Bu Pənahəlidir, İbrahim Xəlil deyil. Bayat savaşı Şamaxı xanlığının qoşunları məğlub oldu. Heydərqulu xan Naxçıvan xanlığını yaradıb. Bəli. Gözlənilməmişdi. Şamaxı xanlığındakı hakimiyyətliyə son qoyuldu 63-də. Qarabağ xanlığı yaranıb 18-ci əsrin birinci yarısında. Azərbaycan torpaqlarını birləşdirməyə çalışırdı Urmiyalı Fətəli. Gürcü çarının əsir etdiyi Azərbaycan xanlarını xilas etdiyi Çələbi. Quba xanlığına tabi edib Naxçıvan tabi olmayıb. 112-Y. Qarabağ, Şəki, Şamaxı oxşar cəhət. Qubalı Fətəli xanın hücumuna məruz qalıb, Qarabağ hücumuna məruz qalıb, Şəki də, Şamaxı da elə variantıdır. Şamaxı Cavad Lənkəran, Urmiya xanlığının asılı olub, heç biri. Məhəmməd Həsən xan Qacarın yürüşünə məruz qalıb, yox. Qarabağ xanlığının asılı hala düşmüşdülər, yox. Quba xanlığının tabeliyinə keçmələri, Quba xanlığının tabeliyinə keçiblər, bəli. Kərim xan Zəndin yürüşünə məruz qalmaları, yox. Doğru cavabı 114-də D. Döyüşlərin xronoloji ardıcılığı Çaldıran 1514, Suason 486, Kulikova 1380, Kosova 1389, Yavduşan 1774. Burada olacaq bizdə A variantı 2, 3, 4, 1 və 5. Xanlıqlar dövründə kəndlərə aid deyil. Feodallardan təhkimçilik asılılığındaydılar. Yox, biz iqtisadi cəhətdən asılı olmuşuq. Şəxsən yox. 116 elə A-dır, aid olmayan. İrəvan, Naxçıvan, Gəncə. Uyğunluq. Şəki xanlığına qarşı mübarizə aparmaq məqsədi ilə Gürcü çarı ilə ittifaq yaradıblar. Yəni Qızılqaya xəyanətində iştirak ediblər. Cümləni düzgün başa düşmək lazımdır. Hər üçü Qızılqayada var. Ona görə də ördə yazıram A. Əfşar tayfasından olan sülalə tərəfindən əsası qoyulan İrəvandır, Zəncandır, Təbrizdir və Urmiyadır. 18-ci əsrin 90-cı illərində Qubalı Fətəli xan tərəfindən asılı vəziyyətə salınmışdı. Heç biri. Bunu çıxıram. 18-ci əsrin 50-ci illərində Osmanlı İmperiyası dostluq əlaqəsi quran Ziyadoğludur. Kəngəlidən Naxçıvandır da. 117-də bizdə cavab olacaq. Deməli 1B, 2Y, 3D, 4A. Bu tip suallar qəbula düşəcək. Xəritədə verilmiş xanlıqların ümumi cəhətləri. Xanlıq Şəkidir, xanlıq Gəncədir, xanlıq Qarabağ, Təbriz, Urmiya. 4-5 Quba xanlığı ilə mübarizə aparıb. 4 Qarabağ aparıb. 5 Şəki aparıb. Razıyıq. 2 və 4 Şəki xanlığı ilə mübarizə aparıb. 2 və 4 Şəki ilə mübarizə aparıb. 2 Urmiyadır, aparıb. 4 Qarabağda aparıb. 1-3 Əfşar tayfası tərəfindən idarə olunur. 1 Təbrizdir. 3 Gəncə. Yox, Təbriz bəli, amma Gəncə yox. Qızılqaya xəyanətində iştirak edib. 2 iştirak etməyib Urmiya. 3 Gəncə amma iştirak edib Qızılqayada. 1-2 ortaq cəhət olacaq. 1 və 2. 119. Xəritədə verilmiş xanlıqların ümumi cəhətlərinin doğru verildiyi bənd. Xanlıqlar hansılardır? Şəkidir, Şamaxıdır, Gəncədir, İrəvandır, Naxçıvan xanlığıdır. 4-5 Quba xanlığından asılı olub. 4-5 Şəki asılı olub, Şamaxı da olub. 2-4 Osmanlı dövləti əlaqə qurub. 2 Gəncə, 4 Şəki, bəli. 1-3 Nadir Şaha qarşı üsyanların gedişində yaranıb. İrəvan yox, Naxçıvan da yox. 2-5 müəyyən müddət Urmiyadan asılı olub. 2 Gəncə asılı olmayıb. 5 Şamaxı da asılı olmayıb.
Urmiyadan asılı olan şimal xanlıqları Şəkidir, İrəvandır, Qarabağdır. Deməli 1-2 oldu cavab B variantı. 120. 120-yə baxırıq. Lənkəran, Gəncə və Şamaxı. Müəyyən müddət iki hakimiyyətliyin mövcud olması Gəncə ilə Şamaxıdadır bu. Əsasın Səfəvilər nəsli tərəfindən qoyulması, Səfəvilər nəsli tərəfindən qoyulan Lənkərandır. Bayat savaşına Şəki xanlığı ilə müttəfiq olan Şamaxıdır. 18-ci əsrin 50-ci illərində Osmanlı sarayına elçilər göndərən 50-ci illərində Gəncədir. Rusiya tərəfindən varlığına son qoyulan, hamısının Rusiya tərəfindən varlığına son qoyulur da. 120-nin cavabı bizdə olacaq nə? Deməli, 1B, 2D, 3C, 4A-dır, 5Y, C variantı. 121. Hacı Çələbi, Fətəli xan Əfşar, Qubalı Fətəli xan. Şamaxı xanlığını ələ keçirmək uğrunda mübarizə aparıb. Şamaxı xanlığını ələ keçirmək uğrunda mübarizə aparıb. Hacı Çələbi də mübarizə aparıb. Qubalı Fətəli də. Amma Fətəli xan Əfşar yox. Deməli, A gedir ortaya, 4-ə yəni. Qarabağ xanlığının asılı vəziyyətə salınması bu Urmiyalıdır. Təbriz xanlığının asılı vəziyyətə salınması da Urmiyalıdır. Rusiya hökmdarı 2-ci Yekaterinadan hərbi yardım alan Fətəlidir. Qazax Şəmkətli Borçalı mahallarının azad edilməsi, bu da Hacı Çələbidir. Deməli, 121-də olacaq bizdə 1Y, 2BC, 3D, 4A, D variantı. Qarabağ hakimi Pənahəli xanın hakimiyyət dövründə baş vermişdi. Məhəmməd Həsən xan Qacarın hücumu olub, Məliklər tabe edib, Osmanlıya nümayəndə göndərməyib, Kürəkçayda bağlamayıb. 1-2. İbrahim Xəlil Qızılqayada yoxdur. Məliklərin mübarizənin aparılması aparıb. Kürəkçay var. Ballıqaya yoxdur Pənahəlidə. 2 və 3. 123-də. İrəvan xanlığı Kürəkçay müqaviləsində yoxdur. 1-ci Rus-Qacar müharibəsində Rus qoşunların hücumuna məruz qalıb, bəli. Qacarın qoşunların yürüşünə məruz qalıb, bəli. Qubadan asılı olmayıb. 2 və 3. 124-də. 125. Naxçıvan xanlığı müəyyən müddət Qarabağdan asılı olub, bəli. Bayat savaşında yoxdur. Qacarın yürüşünə məruz qalıb, bəli. 1-ci Rus-Qacar müharibəsi nəticəsində Rusiya tərəfindən ləğv edilib. 1-ci Rus-Qacar müharibəsi nəticəsində yox. Bu nə 1-ci Rus-Qacarda Naxçıvan, nə də 2-ci Rus-Qacarda ləğv olmayıb. Naxçıvan 1828-21 martda ləğv olub. 1 və 3-dür 125-in cavabı. 126. 28-də Abbasabad qalası Ruslar tərəfindən ələ keçirilir 1827-də. Ədirnə sülhü ilə bitən müharibə başlayır, bəli, 28-də. Gülüstan 13-dür. Naxçıvan Rus müstəmləkəçiləri tərəfindən işğalı 27-dir. Mir Mehdi xan tərəfindən əsası qoyulan xanlığın ləğvi, Mir Mehdi xan Əfşar İrəvan xanıdır, bəli, ləğv olunub. İrəvan xanlığı da, deməli, Naxçıvan xanlığı da 1828-21 martda və bu iki xanlıq ləğv olunub, çevrilir erməni vilayətinə. 2-5-dir cavab 126-da. 27. Pənahəli xanın Qarabağ xanlığını möhkəmləndirmək üçün gördüyü tədbirlər. Sultanlıqları birləşdirdi, yox. Dərbənd əhalisini köçürdü, yox. Məlikli işləri tabe etdi. Müdafiə qalaları çəkdirdi, bəli. Qubalı Hüseynəli xanın hakimiyyət dövründə Dərbəndi birləşdirmir, Salyanı birləşdirir. Birləşdirməsi var, bir də Salyanı birləşdirir. 2 və 4. Vergi islahatı Qubalı Fətəlidədir. Hacı Çələbi, Fətəli xan Əfşar, oxşar. Qarabağa yürüşü. Hacı Çələbinin yürüşü var, uğursuzdur. Fətəli xanınki uğurlu. 1. Kürəkçay heç birinə aid deyil. Azərbaycan torpaqlarını birləşdirmək istəyiblər, bəli. Qacara qarşı mübarizə yox. Qızılqaya xəyanətində iştirak etmələri heç biri. Qızılqaya xəyanəti Hacı Çələbiyə qarşı idi. 1 və 3. 129-un cavabı. Naxçıvan xanlığına aid olanlar 18-ci əsrin 50-ci illərində Qarabağ xanlığından asılı halda olub Naxçıvan, olub. Ağrı vadisi Dərələyəz, bu İrəvandır. Ərazisində Şahbulağı adlı qala, bu Qarabağdır. 47-63 Heydərqulu xan tərəfindən idarə olunub. İki hakimiyyətli olan iki xanlığımız var, Gəncə və Şamaxı. Naxçıvan xanlığına aid xüsusiyyətlər. İrəvan Qarabağ Maku ilə sərhəddədir. Ağrı vadisi Dərələyəz İrəvandır. Şahbulağı Qarabağdadır. Qacardan asılı olub. 85-də Qubalı Fətəli xandan asılı olub, yox. 1 və 4-dür. 131-in cavabı 1-4.
32. Qarabağ xanlığına aid olanlar Bayat savaşında qələbə qazanır, Salyanı birləşdirmir. Qaraçəmən döyüşünün məğlub olması yox. Məhəmməd Həsən xan Qacarın hücumu. 1-4. Gəncə xanlığına aid olanlar Kürəkçay müqaviləsi yoxdur Gəncə. Qızılqaya xəyanətində iştirak edir ancaq. 2. Qarabağ xanlığının hücumuna məruz qalır Gəncə, bəli. Urmiya Fətəli xana qarşı ittifaqı da yoxdur Gəncə, Qızılqayada var. 2 və 3. Qızılqaya xəyanətində iştirak edən xanlıqları sayıram 1-1. İrəvan, Naxçıvan, Qarabağ, Qaradağ, Gəncə. Bir də var Şiraz qonaqlığı. Şiraz qonaqlığında yenə də Qarabağdır, Qaradağdır, Naxçıvandır. Əlavə olaraq Xoy, bir də Sərab xanlığı var. İrəvan xanlığına aiddir. Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qalıb. Kürəkçay yoxdur. Maku ilə sərhəddə yerləşir. Qarabağ xanlığından asılı olub. 18-ci əsrin 50-ci illərin Şəki xanlığına qarşı yaradılmış ittifaqın tərkibində olması. Nəyi səhv götürdüm? Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qalıb. Düzdür. 1 düzdür. 2-ni çıxmışam. 3 düzdür. Qarabağ xanlığını aslı vəziyyətə salmaz. Hə, Qarabağ xanlığına aslı olub, Qarabağı aslı hala salmayıb. Yanlış olan budur. Bəli, 4 axırda yanlışa yol verib, amma tam oxumadım. 1-3-5-dir burada. Quba xanlığına aiddir. Ağa Məhəmməd xan Qacarın hücumuna məruz qalıb, yox. Qarabağ xanlığına asılı olub mu Quba? Yox. 1-ci Rus-Qacar müharibəsi dövründə xanlıq idarə üsulunun ləğv olunması 1810-da ləğv olub, bəli. 3 olacaq bizdə. Cavduşan olacaq, məğlub olub, bəli. Şumal xanlığında tabe edib. 3-4-5. Hər bir xanlıqda qanunverici, icra edici və məhkəmə hakimiyyəti xanın əlində cəmləşmişdi. Vəzir xanın yaxın köməkçisi idi. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Kəndləri itaətdə saxlamaq üçün maaflardan ibarət xüsusi qoşun var idi. Maaflar vergi və rüsumlardan azad idi. Məmurlar zəhmətkeş xalqın hesabına yaşayırdı. Verilənlərə əsasən xanlıqların idarəçilik sistemi üçün xarakterik xüsusiyyətlər. Qeyri-məhdud hökmdar hakimiyyəti varmı? Əlbəttə ki, var. Bölünmə prinsipi tətbiq olunması yox. İdarəçilik sisteminin xan hakimiyyətinin möhkəmlənməsinə yönəlməsi, bəli. Xanlıqların idarə sistemində çalışanlara yüksək maaş verilirdi, yox. 1 və 3-dür. 37. Uyğunluğu müəyyən edin. Hadisə və nəticə. Qarabağ xanı Pənahəlinin Nadir şah seçilməsinə qarşı etirazı. Nadir əgər şah seçilirsə, necə Qarabağ xanlığı var, yəni. Qarabağ xanlığı Nadirin ölümündən sonra 1747-ci ildə yaranıb. Cümlə düzgün deyil axı, Qarabağ xanı Pənahəli. Ola bilməz. Qubalı Fətəli xanın birləşdirmə siyasəti Qarabağın Quba xanlığından asılı hala düşməsi düşmür. Hacı Çələbinin Qarabağa yürüşü, Bayat savaşında Pənahəlinin qalib gəlməsi, Fətəli xan Əfşarın Qarabağa yürüşü, Pənahəli xanın asılığı qəbul etməsi. 3-4-dür burada cavab. 137-nin cavabı 3-4. Uyğunluğu müəyyən edin. Fətəli xan Qubalının vergi siyasəti. Vergi yığılması mahal naiblərinin həvalə olunması yox. Onlardan alınır. Qızılqaya xəyanəti Azərbaycan xanlarının Şəki xanının tərəfindən girov götürülməsi yox. İrakli tərəfindən. Şiraz şənliyinin keçirilməsi Azərbaycan bir sıra xanları girov kimi saxlanır. Bəli, 3. Ballıqaya döyüşü Pənahəli xanın Xaçın Məliliyin qüvvəsini məğlub etməsi. Bəli, 3-4. Dərələyəz mahalı və Göyçə gölü. İrəvandır bu. Osmanlı dövləti ilə sərhəddə yerləşir. Verilənlər hər ikisinə aid olduğu xanlığın 18-ci əsrin ikinci yarısı tarixinə aid xüsusiyyətlər. Qacar tayfasında olan Sualənin hakimiyyətə gəlməsi 1755-də gəlir. Bəli, 1. Quba xanlığına müəyyən müddət asılı olmur. Müəyyən müddət Urmiya xanlığının asılı olub. Bəli. Bayat savaşında iştirak etmir. Ağa Məhəmməd Qacara qarşı yaranmış ittifaqda var. 1, 3 və 5-dir bizim cavabımız 139-da. Xorasanda qiyamın baş verməsi Ağa Məhəmməd Qacarın Azərbaycanın şimal torpaqlarını tərk etməsi düzdür. Qubalı Fətəli xanın Azərbaycanın cənub torpaqlarına yürüşü, Ərdəbil və Təbriz xanlıqlarının Quba xanlığına birləşməsi. Ərdəbil Meşkini birləşdirir, amma sonra da möhkəmlənə bilmir, gedir, qalmır orada. Zubovun Cənubi Qafqaza hücumu Bakı və Qubanın tutulması tutur. Cavduşan döyüşünün baş verməsi Osmanlı dövlətinin köməyi ilə Quba xanlığının ərazilərinin geri qaytarılması, Rusiya kömək göstərir ona. 1 və 3. 140-ın cavab 1-3. Xəritədə verilmiş xanlığa aiddir. Qaradağdır, mərkəzi Əhər.
Əsasın Bayat tayfası tərəfindən qoyulmur. Ərazisinin Xoy və Qarabağ xanlığı arasında bölünməsi 1782 düzdür. Qubalı Fətəli xanın yürüşünə məruz qalmır, yox. 1-3. Xəritədə verilmiş xanlığa aid xüsusiyyətlər. Xanlıq da hansı xanlıqdır? Maku xanlığı. Yox, üzr istəyirəm, Maku deyil. Xoy xanlığıdır bu. Xoy xanlığı. Müəyyən müddət İrəvan və Naxçıvan xanlığını asılı vəziyyətə salıb, bəli. Əsasının Müqəddəm tayfası tərəfindən qoyulub, yox. Kərim xan Zənlə ittifaqda olubmu? Şirazda iştirak edib, bəli. 1-3. Qaraçımən döyüşündə iştirak edibmi? Xoy xanlığı edib. 18-ci əsrin sonunda Əfşar dövlətinin tərkibinə qatılıb, yox. 1-3-4. 142 olacaq. 1-3 və 4. Tamamlayaq klasteri. Azərbaycan şimalında yaranıb İlisu. 17-ci əsrin sonlarında hakimiyyət İrsən keçməyə başlayır. 17-nin sonu yox, 18-in sonu. 16-cı əsrin ikinci yarısında yaranıb, düzdür. 95-də ləğv edilərək Şəkiyə birləşir, yox. Şəki xanlığı ilə birlikdə yad ellərə qarşı mübarizə aparıb, düzdür. 19-cu əsrin əvvəllərində Rusiyanın tabeliyinə keçir, bəli, keçir. Olacaq 143-də bizdə 2-4-5. Yanlış istəyir. Əbədi dostluğu İngiltərə bağlayıb, bu düzdür. Səbəblər üzərinə yürüş edib Rusiya, düzdür. Səbəblərlə müharibədə məğlub olub. İspaniya müharibə aparmayıb səbəblərlə. Diplomatik münasibəti var. Səbəblərlə Nabur sülhünü bağlayıb. Osmanlı Nabur səbəbi ilə yox, Rusla bağlayıb. 3-4. 144-də olacaq 3 və 4. 145. İrəvan, Gəncə, Naxçıvanın ümumi cəhəti. Quba xanlığının tərkibində olmayıblar, yox. Məhəmməd Həsən xan Qacarın hücuma məruz qalmaları yox. Rusiya tərəfindən işğal olunublar, əlbəttə. Şəki xanlığına qarşı yaranmış ittifaqda var. Qızılqaya xəyanətində bəli, İrəvan var, Gəncə var, Naxçıvan var. 3-4. Bayat savaşı yox. 3 və 4. 145-in cavabı. 146. Qarabağ, Şamaxı, Şəki. Kərim xan Zəndlə müttəfiq olan Qarabağ idi. Quba xanlığına asılı olublar. Şəki asılı olub Qubadan. Şəki Şamaxı yəni. Müqavilə imzalayaraq Rusiyanın tabeçisini qəbul etmələri bəli 3 düzdür. Georgievsdə Lənkəran Quba var. 1-ci Rus-Qacar müharibəsi dövründə daxili idarəsi saxlanılırdı. Bəli 3 və 5 bu xanlıqların ortaq cəhətidir. Gəncə xanı Cavad xan, Bakı xanı Hüseynqulu xanın hakimiyyət dövrünə aid oxşar cəhət. 19-un əvvəllərində könüllü olaraq Rusiya hakimiyyətini qəbul etdilər. 19-cu əsrin əvvəllərində könüllü olaraq, könüllü yox, əlbəttə ki, könüllü mübarizə apardılar. 19-cu əsrin əvvəllərində Rusiyanın işğalçı siyasətini müqavimət göstəriblər. Bəli, müqavimət göstəriblər. Müqaviməti qeyd edə bilərik. 1-ci Rus-Qacar müharibəsi dövründə daxili müstəqillər saxlanmışdı. Gəncə 1-ci Rus-Qacardan əvvəl ləğv olub. Bakıda da müstəqillik var idi, amma 1806-da ləğv oldu. Yəni 1-ci Rus-Qacar müharibəsinin gedişində ləğv oldu, bəli, Bakı. 18-ci əsrin sonunda Zubovun başçılığı ilə Rus qoşununun yürüşünə məruz qalmışdılar. Bəli, Georgievs müqaviləsi də Qubada Lənkərandı da. Doğru cavab olacaq bizdə 147-də 2 və 4. İrəvan xanlığına aid xüsusiyyətlər Kürəkçay müqaviləsində yoxdur. 2-ci Rus-Qacar müharibəsinin gedişində Rusiya tərəfindən işğal olunub. Bəli, işğal olunub. Ləğv olunması amma ondan sonra 28-də. 18-ci əsrin ortalarında hakimiyyətə yerli Türk-Qacar tayfası gəlir. Bəli, 1755-də. Qubadan asılı deyil İrəvan. Əhalisinin əksəriyyətinin Azərbaycan türkləri olması. Bəli. 2-3-5. 148-də cavab. 2-3-5. 49. Naxçıvan xanlığına aid xüsusiyyətlər. Müəyyən müddət Qarabağdan asılı olub. Bayatda yoxdur. Kəngərli. Bəli. Qacarın yürüşünə məruz qalıb. 1-ci Rus-Qacar müharibəsinin gedişində ləğv olmayıb. 1-3-4 bizim cavabımız olacaq. Qarabağ xanlığının tərkibində 18-ci əsrin 50-60-cı illərində baş vermiş hadisələr. Bayat qalasının əsasının qoyması bu 40-cı illərdir, 48-də. Şuşa qalasının inşasının başa çatması 57-də. 52-də başlayır, 57-də bitir. Urmiyalı Fətəli xanın Şuşa qalasının mühasirəyə alması 59-dur, bu da aiddir. Qubalı Fətəli xanın yürüşü 80-ci illərdir bu. Elə cavab nə oldu? 150-də 2 və 3. 51. Qarabağ xanlığının tərkibində 18-ci əsrin 80-ci illəri. Gəncəyə yürüşü var, Qubalı Fətəlinin yürüşü də var 80-ci illərdə. Bayat 40-cı illərdə, Ballıqaya 50-ci illər. İbrahim Xəlil xanın fəaliyyətinə aiddir. Şəki xanlığının məğlubiyyətə uğradılması yox, Pənahəlidir bu. Rusiya himayəsini qəbul edir Kürəkçayla. Qubalı Fətəli xan hücumunun qarşısını da alır. Urmiya xanı Fətəli xana qarşı yaratılmış ittifaqa qoşulan
Bu Pənahəlidir. 18-ci əsrin 40-cı illərinin birinci yarısında üsyan nəticəsində Azərbaycanın şimal-qərbində müstəqil xanlığa çevrildi. Qəbələ Ərəşi birləşdirdi. Bu Şəkidir. Bu Şəkidir. Deyir, Quba ilə ümumi cəhətlərini tapın. Şamaxı xanlığını ələ keçirmək uğruna mübarizə aparıblar. Bəli. Şəkinin mübarizəsi uğursuz damadı. Balkan cəmaətliyinin tabe edilməsi yox, Qubada yox. Qarabağ xanlığı üzərinə yürüşün təşkil olunması, Şəki gedib Qarabağın üzərinə uğursuz olub. Elə Quba da gedib uğursuz olub. 1-3, 153-də 1-3. Azərbaycan cənub torpaqlarına yürüş ediblər. Bəli, yürüş ediblər. Şəki yürüş edib Təbrizə uğursuz olub yürüşü. Quba da yürüş edib Ərdəbil meşkini tutmuşdu, amma geri çəkilmək məcburiyyətində qaldı. 3-4-ü götürürəm. Zubovun rəhbərlik etdiyi Rus qoşunlarının məğlub edilməsi yox. Xəritədə fərqləndirilmiş xanlığa aid olan xüsusiyyətlər. Fərqləndirilən xanlıq İrəvan xanlığıdır. Əsası Qacar tərəfindən qoyulmur, Əfşar tayfası tərəfindən qoyulur, amma Qacar sonradan hakimiyyətə gəlir. Keçmiş Çuxurşad bəylərbəlinin yerində yaranıb, bəli, Naxçıvan, İrəvan. 18-ci əsrin 50-ci illərində hakimiyyətə yeni üsullara gəlir, bəli. Qarabağ və Xoy xanlığından asılı vəziyyətə düşmüşdü, bəli, düşüb. Gəncə xanlığını özünə tabe etməyib, amma 2, 3, 4 Naxçıvana, daha doğrusu İrəvana aid oldu. Əsası Əfşar tayfası tərəfindən qoyulmuş xanlıqlar Zəncandır, Urmiyadır, Təbrizdir, İrəvandır. Burada biz İrəvanı görürük, Təbrizi görürük. 1 və 3. Xəritədə verilmiş xanlığa aid xüsusiyyətlər. Xanlıqda Urmiyadır. Bayat savaşında Urmiya yoxdur. Qaraçəmən döyüşündə Xoy xanlığı üzərində qələbə qazanmır. Qaraçəməndə məğlub olur. Şuşa qalası mühasirəyə alıb, amma 3. İrəvan və Şəki xanlıqlarında tabe edib. 3, 4. 156. Nadir xanın şahlı ilə alınması 36. Osmanlıların Cənubi Qafqazdan çıxması Üçkilsə döyüşündən sonra Rəşd 1732, Şəki xanlığının yaranması 1743. Doğru cavab burada nə olacaq? Deməli 3, 2, 1, 4. 157, 3, 2, 1, 4. Fətəli xan Əfşarın Qarabağ xanlığı üzərinə yürüşü 1759. Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü 1757. Qacarın Şuşaya hücumu 1795, Bayat qalasının inşası 1748. 158-in cavabı 4, 2, 1, 3. 59. Gavduşan 1774, Şəki yaranır 1743, Gəncə müqaviləsi 1735, Buxarest müqaviləsi 1812. Deməli 159-da 3, 2, 1, 4. Fətəli xan Əfşarın Qarabağ üzərinə yürüşü 1780-81-də, Şəki xanlığının Quba xanlığının asılı vəziyyətə düşməsi, Şəki 1785-də, Qızılqaya xəyanəti 1752. Deməli 160 olacaq 3, 1 və 2. Şiraz şəhərində Azərbaycan xanlarının Kərimxanzənin tərəfindən girov olması 1763, Salyan 1757-də, Bakının Quba xanlığına birləşməsi 67-də. Deməli 2, 3, 1 də 161-in 2, 1, 2. Deməli 161-in cavabı olacaq. Salyan birləşdi. Bir də baxım. Salyan birləşdi. 3, 1 yox. Bir dəqiqə bir şey yanlış yazmışam burada. 2, 1 sonra 3. Ən sonda 3. Lənkəran xanlığının Quba xanlığından asılı vəziyyətə düşməsi 1785. Qızılqaya 52. Məhəmməd Həsən xan Qacarın Qarabağa yürüşü. Deməli 2, 3 və 1 olacaq 162-nin cavabı. 2, 2, 3, 1. Şamaxı xanlığındakı hakimiyyətliyə son 1763. Dərbəndin birləşməsi 59. Şəkinin yaranması 43. 3, 2 və 1. Qazax Şəmşədli sultanlarının Rusiya tərəfindən işğalı 1801 manifesti. Zubovun yürüşü 1796. Qacarın Tiflisi tutması 95. Deməli 3, 2 və 1. 164, 3, 2, 1. 65. Fransa Krallığı Verden müqaviləsi 9-cu əsr. Qaraqoyunlu dövlətin meydana gəlməsi 1468.
68-i üzr istəyirəm. 1410 süqutunu yazıram. Müqəddəs Roma imperiyası yaranır 962, Şəki xanlığı yaranır 1743. 165-də olacaq 1, 3, 2, 4, 1, 3, 2, 166 xronoloji ardıcıllıq, deməli Şəki xanlığının yaranması 1743, Qazan xanlığı 1438, Rus qoşunları Həştərxan xanlığının işğalı 1556, Almaniyanın Bismarck tərəfindən birləşdirilməsi 1871. Deməli burada olacaq cavab nə? 2, 3, 1, 4. 166, 2, 3, 1, 4. Bayat 1748, Cavduşan 1774, Qaraçəmən 1761. Qaraçəmən döyüşü. Burada da cavabımız olacaq 1, 3, 2, 167-də. 1, 3, 2. 68. Qubalı Fətəli xan Şəki xanlığına tabe etməsi 1785-də Şəki tabe olacaq. Qazax Borçalı torpaqlarının Şəki xanı Hacı Çələbi xan tərəfindən azad olunması 52-də. Ağa Məhəmməd xan Qacarın Azərbaycanın cənub ərazilərinin hakimiyyəti altında birləşdirilməsi, cənub torpaqları 1790-da tam birləşir. Naxçıvan xanlığının Qacar dövlətindən asılı hala düşməsi, Naxçıvan da asılı hala düşür 97-də. Deməli burada olacaq cavabımız 2, 1, 2, 1, 3 və 4. 168-in cavabı 2. Bir də baxım. 168-də deməli 2, 1, 3, 4-dür. Düz yazmışam da. 2, 1, 3, 4. Və də xronoloji ardıcıllığı fikirli oluram, sizə qarışdırıram. 169. Uyğunluq. Xanlığın əhalisi Kəbirli, Cavanşir, bu Qarabağdır. 59-da bir dəqiqə. Xanlığın əhalisini Kəbirli, Cavanşir, uyğunluğu müəyyən etməli, aydındır. 1, 2, 3. Kəbirli, Cavanşir, Ziyadoğlu olsun Qarabağ. Dərbənd xanlığı tabe edən Quba. Mir Mehdi xan Əfşar da İrəvan. Oldu deməli 169-da bizim cavabımız 1C, 2B, 3A. Yenə də uyğunluq. Şimal şərq torpaqlarını birləşdirən Qubalı Fətəlidir. Təbriz xanlığını özünə tabe edərək paytaxtı Təbrizə köçürür. Heç birinə aid deyil. Məliklərə qarşı mübarizə aparıb. Məliklərə qarşı mübarizə aparması heç birinə aid deyil. Siyanova qarşı mübarizə aparıb Cavad. İlk müstəqil xanlığı da Şəkidir də. Deməli 170-də olacaq 1 Y, 2 D, 3 A. 170, 171. Azərbaycanda ilk müstəqil xanlıq Şəkidir. Qızılqaya xəyanətinin qarşısını alan Çələbidir. Məliklərin separatçılıq hərəkatlarının qarşısını almağa çalışan Pənahəlidir. Bayat savaşına iştirak edən Pənahəlidir. Şimal-şərqi birləşdirən isə Qubalı Fətəlidir. 171-də olacaq bizdə 1 Y-dir, 2-də C-dir. Şəki xanlığı Gəncə İrəvan 1, 2, 3. Vergilərin nizama salınması məqsədli xüsusi qanunnamə verən Şəkidir. Məhəmməd Həsən. Bir müddət iki hakimiyyətli olub Gəncədə, Şamaxıda. 19-cu 20-ci illərinin sonunda ləğv edilərək əyalətə çevrilib. Bu İrəvandır. Rusiya ilə Georgies müqaviləsi imzalayıb. Heç biri bu Quba ilə Lənkərandır. Təbrizə yürüş edib. Şəki Təbrizə gedib. Deməli 172-nin cavabı 1 olacaq AY, 2B, 3C. 3C sonlara yaxınlaşırıq. Şəki, Gəncə, İrəvan. 1-ci Rus-Qacar müharibəsi gedişində işğal olunur. Şəki işğal olunur. Qacar tayfasının Ziyadoğlu nəsli tərəfindən idarə olunur Gəncə. Nadir Şaha qarşı üsyanların gedişində yaranıb Şəki. 18-ci 50-ci illərində Qacar tayfasının hakimiyyətə gəlməsi 18-ci İrəvanda 1755-də. Bayat savaşında Urmiya xanlığı qoşunlarının məğlub edilməsi, Bayat savaşında Urmiya yoxdur. Deməli 173-də olacaq 1 AC, 2B, 3D. 174 uyğunluq 1, 2 və 3. İrəvan və Naxçıvan xanlıqları daxil olmaqla Azərbaycan bütün şimal torpaqları Rusiya tərəfindən işğal olundu, bu artıq Türkmənçaydır. Osmanlı dövləti Cənubi Qafqazda Rus işğallarını tanımağa məcbur olur Buxarestdə. Qarabağ xanlığı hər il
Çar xəzinəsinə 8000 çervon kürək çayıdır. Qarabağ xanı xanlığın daxili idarəsindən uzaqlaşdırıldı. Daxildən uzaqlaşdırıldı. Daxili idarəetmədən uzaqlaşmadı. Kürək çayı daxili qalırdı, xaricdən uzaqlaşdı. Osmanlı dövlətindən Cənubi Qafqaza erməni ailələrinin köçürülməsi nəzərdə tutulurdu. Bu Ədirnədir. Ona görə 174 1C, 2 olacaq A, 3 də B. 175 sonuncu sualımızdır. Kürəkçay, Gülüstan, Buxarest. Osmanlı dövləti Cənubi Qafqaza Rus işğalını tanımağa məcbur oldu Buxarest. Dağıstan Rusiya tərəfindən işğalı tanındı, Dağıstan işğalı tanındı Gülüstanda. Qarabağ xanlığına müstəqil daxili siyasətin təminat verildi Kürəkçayda. Qacarlar nəzərdə tutulan təzminat Gülüstandadır. Ahalsıq da Ədirnədə. Oldu 1C, 2B və 3A.